Bura Sumqayıtda yerləşən 26 nömrəli tam orta məktəbdir. Bir müddət öncə bizə şikayət gəldi ki, bu məktəbin ərazisində bir qrup narkomanlar yığılışıb, narkotik istifadə edirlər və biz də İctimai Birliyimin adından olaraq çalışdıq ki, bu məsələ ilə bağlı bir tədbir görək, məktəbdə uşaqların maarifləndirilməsindən bağlı çıxışlar eləyək və indi hal-hazırda tədbirdən öncə sizə həmin o ərazini göstərəcəm. Vəziyyət necədir? Gəl. Qeyd edeyim ki, bu ərazi həm də Sumqayıtda yerləşən risk qrupu ərazisi sayılır. Bu ərazilərdə narkomanlar çoxdur. Həmin o ərazi isə bu ərazidir, məktəbin həyətində yerləşir. Baxın, yaxınlaşdır. Bunlar iynələrin qablarıdır. Görürsünüz də. Və yığılışırlar burada, istifadə edirlər və o binada olan sakinlər də şahidi olur. İynə yaxınlaş. Və bu məqsədlə gəlmişik ki, uşaqların, burada təhsil alan şagirdlərin maarifləndirək ki, ola bilsin şagirdlər, uşaqdılar, başlarına allada bilərlər. Müxtəlif bəhanələrlə onlara hər cür pisliklər eləyə bilərlər, amma biz bugün ona görə buradayıq ki, və ayıq-sayıq olsunlar. Bu məktəbdə olmağımın səbəbi ona görədir ki, bu məktəbə heç gəlmək planım yox idi. Təcili çıxdı nəyə görə? Məktəbin həyətində orada bağ var. Bir qrup narkomanlar yığılışırlar ora. Və həmin o bağda şprislər, narkomanların istifadə elədiyi iynələr doludur. Mənim sizdən istəyim odur ki, gördüyünüz anda elə insanlardan maksimum dərəcədə uzaq durun. Uzaq durmasanız siz onlara daha da yaxın olacaqsınız. 9 yaşından bu uşaq kley eləyib, siqaret çəkib, nəşə çəkib, qaz çəkib, düşüb pis günə və bunu küçələrdən götürüblər, Anar müəllim. 9 yaşından təsəvvür edirsiniz. Görürsünüz, təklif eləyiblər. Bu öz başından gedib eləməyib. Siz də özünüzü qoruyun elə təklif eləyənlərdən. Hər şeydə siqaretdən başlayır, dostlar. Cavan uşaqlar hal-hazırda bu Varovskoyada meyillilik olur. YouTube-da otururlar, zindan həyatı, boş-boş belə şeylərə baxırlar. Amma əslində onların hamısı xurafatdır, yəni belə bir şeylər yoxdur. YouTube-da baxmaq var, mənim başıma o apardı. Varovskoy, oğrular, yəni birbaşa aparır adamı, narkoman eləyir o yol. Adı Vüqardır. Vüqarın indi hal-hazırda 18 yaşı var. Artıq narkotik istifadə eləmir, idmanla məşğul olur, hətta siqaret də belə çəkmir. Uşaq idim, 12 yaşım var idi, 12 yaşımdan istifadə eləmişəm. Heç kim fikirləşməsin ki, reabilitasiya var da, bir dənə mən də dadına baxım. Mən o bir dənə dadına baxım, 17 il çapaladım, bilmədim, yəni o möcüzə ilə sağaldım, mən inanmırdım oradan çıxış yolu var. Müxtəlif ağılda insanlar tanıyacaqsınız, onlar sizi müxtəlif yollara cəlb edəcək, kimisi yaxşı yola, kimisi pis yola. Düşünməyin ki, sizi narkotikə cəlb edən insan olmayacaq. Hər şeydə dostdan başlayır. Yaxşı yerə də dost aparır, pis yerə də dost aparır. Dost, dost, dost. Jargonla danışan hansı ki, evində bir köpük pulu yoxdur, çıxır küçədə başlayır ajizni, pajizni, Varovskoy, boş-boş söhbətlər edir. Siz də ona meyil göstərirsiniz, başlayırsınız özünüzü ona göstərməyə, onun kimi olmağa. Sonda da nə olur? Düzgün olmayan dost seçimi olur sizdə. Valideynlərə sözünə qulaq asmırsınız, həmin insanlar olur sizlə dost. Marağım ən nəyə idi? Güya biz məktəbdə vəziyyətə baxırıq, nə bilim, davalar, ora, bura. Yəni, uşaq ağlıdır, ağılsızlıq. Hamısı müəllimlərin, valideynlərin sözünə qulaq asmamaqdandır. 22 ilin düşünün də idmançısını bu 30-durursa narkomaniya, narkotikə, iynəyə, pis günə salırsa, adi bir insanı sizin kimi 18, 19, 16, 17 yaş uşaqları vapşı məhv edər. 2 saniyənin içində sizi salar tələyə. Verdi, mən də bilmirdim, idmançı idim, bilmirdim ki, belə bir dərmanlar var. İstifadə elədim, get-gedə sonra gördüm, yəni pis günə düşürəm, sonra ağır narkotik istifadə eləmişəm. Yəni mən istəmirdim ki, mənim belə həyatım olsun, amma şükür Allah ki, indi mən
təmizəm. Anar müəllimə çox minnətdarlıq bildirmək istəyirəm ailədən. Biz deyirik, bunlar sağalıb bugünkü gün. Bunlar 2 ildən, 3 ildən, 4 ildən, 5 ildən sonra da başları gedib yenidən istifadə edə bilər. Artıq xəstədirlər bunlar. Əlinizi o çirkaba buladınızsa, söhbət narkomaniyadan gedir. Vəsə elə ömrünüzün axırına kimi də xəstə qalacaqsınız. Narkotik də o demək deyil, iynədir. Narkotik tabletkalar var, onunla olur. Rəngli tabletkalar alladarlar ki, imtahan qabağıdır, qəşəng tabletkadır, at bunu, sizin düşüncəvi, siz yaxşı olacaq, imtahanda aktiv olasan, sıxılmayasan, depressiyaya düşməyəsən, qəşəng yazacaqsan, olacaq bunlar. Amma nə badə? Dərmandır, tabletkadır, sudur, energetik sudur, heç asıl qəbul eləməyin. Dua edirəm, ümid edirəm ki, bu tədbirdən sonra burada olan şagirdlərin heç biri, şagirdlərin, dostların heç biri narkoman olmayacaq.